enerji mesajlarıdır ki, bir ayıl özünə də bax. Bir bax ki, harada sən səhv etdin, harada sən özünü geri çəkdin, harada başqalarını, fikirlərini, özünü qurban etdin başqalarına, harada ki, özünü yox, başqalarının o yaxşı vəziyyət, düşündüyün yaxşı vəziyyət, əslində orada bir manipulyasiya gibi, o vəziyyətləri onun üçün yaratdın və özünə bax. Bu bədən başlayır bir hormonların disbalansı. Bədənin başqa dili yoxdur da, bədən dili hormonlardır. Başlayır hormonlar hamısı, yəni yuxarı aşağı kəlləçaq və biz gəlir xəstə oturur, siz ona deyirik ki, əzizim sən də Hashimoto'dur və yaxud da sənin insulin direncin çox çıxıb, indi mən sənə kömək etməliyəm və onun üçün sənə hormonal əgər gərəkirsə hormonal dərman yazmalıyam, sənin özünə bir xrom yazmalıyam, bir prediabet olmuşsan əgər elə burada bir metformin də yazmalıyam, sonra sən bir 40 dəqiqə yürüyüş etməlisən və yediklərinə baxmalısan, glutensiz, iltihab salıcı qidalarla, meyvə tərəvəzlə. Burada adama nə deyirik biz? Sən artıq özünə baxmalısan. Bunun hamısı toplanır, bizim dediyimiz şey, endokrinoloqun bir dediyi məsləhət, tövsiyə, insanın özünə baxmasıdır. Əvvəlcədən baxsaydı heç bu vəziyyətə gətirməzdi və onun artıq xəstələnibsə, organizm xəstələnibsə, xəstəliyi ilə oynayacaq. Gələcək 3 aydan bir hormonları yoxlatmağa, bir yorğunluqda, bir halsızlıqda, mən xəstəyəm, Hashimoto'yam, çox maraqlı da bir adı var, gələn Hashimoto'yam deyil. Sonra mənim insulin direncim var və endokrinoloq nə etməlidir? Endokrinoloq da ona tövsiyələrini verməlidir. Əslində hamısının əsas məqsəd insanı özünə döndərməkdir, özünə cəmləməkdir, düşüncələrini, fikirlərini, özünə baxmasıdır. Yəni əslində Leyla xanım, yanaşmanız çox yaxşıdır, çox mükəmməldir. Nəyə görə? Çünki bir insana gələndə sual verirsən də, sən bu xəstəliyi qazanmısan, tamam. Nəyə görə? Nəyə düzgün yaşamamısan? Bir fikirləş görsən, nələri harda düzgün eləməmsin və belə deyək də bir növ qısa bir sualla deyəcəm bunu. Harda özünə qarşı haqsızlıq eləmirsən? Harda özünü mühakimə etdin, harda özünü qınadın, harda özünü geri çəkdin, harda susturuldun, harda sevilməkdən imtina etdin, harda düşündün ki, mən qüsurluyam. Günahı özündə gördün, amma özün istəsini dinləmədin. Və nəticədə nədir? Hashimoto'da insulin direncidir. Xəstələnir və orada spirituallıqla yanaşı, endokrinoloq kimi də ona müraciət təyin etməliyəm. Amma biz əvvəlcədən öz uşaqlarımızı və yaxud da özümüz o vəziyyəti almamaq üçün özümüzə, bədənimizi məmnun etsək, özümüzü məmnun etsək, o vəziyyətlərlə qarşılaşmarıq ümumiyyətcə.